Bugünkü mövzumuz ehtiyatların uçotu və acizi problemləridir. Bu mövzuda ehtiyatların təsnifatı problemləri, ehtiyatların qiymətləndirilməsinin müasir problemləri, material ehtiyatların uçotu və acizi problemləri, ehtiyatların inventarizasiyası və onların nəticələrinin uçotu problemləri, ehtiyatların uçotu və auditinin təkmilləşdirilməsi istiqamətləri kimi məsələlərə baxacağıq. İlk öncə ehtiyatların təsnifatı problemlərini araşdırın. Ehtiyatlar müəssisənin qısa müddətli aktivlərinin mühüm hissəsini təşkil edir. Mühasibə otçotunda ehtiyatların təsnifatı mühasibə otçotunun hesablar planı əsasında müəyyən edilir. Mühasibə otçotunun hesablar planında ehtiyatlar aşağıda göstərilən mühasibat hesabları üzrə təsnifləşdirilir. 20 nömrəli bölmədə 201 nömrəli material ehtiyatları, 202 nömrəli istehsalat məsrəfləri və həmin hesaba açılmış subhesablar, sənaye istehsalı, kənd təsərrüfatı istehsalı, tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri, 204 nömrəli hazır məhsul hesabı və həmin hesaba açılmış istehsal olunmuş məhsul, alıcılara göndərilmiş məhsul, alıcılar tərəfindən məsuliyyətli saxlanmaya qəbul edilmiş məhsul, 205 nömrəli hesabın subhesabları üzrə topdan ticarət anbarlarında mallar və tara, pərakəndə ticarət müəssisələrində mallar və tara, ictimai iaşə müəssisələrində mallar, məhsullar və tara, tədarük müəssisələrindən olan kənd təsərrüfatı məhsulları, xam mallar və tara, yola salınmış mallar və alıcılar tərəfindən məsuliyyətli saxlanmaya qəbul edilmiş mallar adlı subhesablarda 206 nömrəli satış məqsədi ilə saxlanılan digər aktivlər hesabı və 207 nömrəli digər ehtiyatlar hesabları nəzərdə tutulmuşdur. Göründüyü kimi, müəssisənin qısa müddətli aktivlərinin tərkib hissəsi olan ehtiyatlar mühasibə otçotunda qruplar üzrə təsnifləşdirilir. Material ehtiyatları, istehsal məsrəfləri, hazır məhsul, mallar, satış məqsədi ilə saxlanılan digər aktivlər və digər ehtiyatlar. Qeyd edək ki, digər ehtiyatlar bölməsində müəssisədə mövcud olan qısa müddətli aktivlərə uyğun olaraq digər aktivlər öz əksini tapa bilər. Ehtiyatların qiymətləndirilməsinin müasir problemləri. Ehtiyatların uçotun təşkilinin mühüm şərtlərindən biri olan onların qiymətləndirilməsindən ibarətdir. Ehtiyatlar adlı 2 nömrəli beynəlxalq mühasibə uçotu standartının 10-cu maddəsində göstərilir ki, müəssisədə mövcud olan ehtiyatlar ilkin dəyər və mümkün xalis dəyərdən ən kiçik olan dəyər ilə qiymətləndirilməlidir. Materiallar da ehtiyatların tərkib hissəsi olduğu üçün onların qiymətləndirilməsində standartın bu göstəricisinin tələbləri nəzərə alınmalıdır. Hal-hazırda materiallar aşağıdakı üsullarla qiymətləndirilir. Azad bazar qiymətləri və ya müqavilə qiymətləri ilə, dövlət tərəfindən tənzimlənən topdan satış qiymətləri ilə və üçüncüsü isə nomenklatura uçot qiymətləri və yaxud əldə edilən, yəni tədarük edilən materialların orta alış qiymətləri ilə qiymətləndirmə aparılır. Marketinq xidmətlərinin və müəssisənin anbar təsərrüfatının saxlanılmasına çəkilən xərclər materialların maya dəyərinə daxil edilmir və inzibati xərclərə aid edilir. Beynəlxalq mühasibat uçotunda materiallar ehtiyatların qiymətləndirilməsinin iki üsulundan daha geniş istifadə olunur. Bunlar FIFO və LIFO üsullarıdır. FIFA ingilis dilində first in, first out sözlərindən ibarət olub, birinci daxil olan birinci çıxır deməkdir. LIFO isə ingilis dilində last in, first out sözlərindən ibarət olub, axırıncı daxil olan birinci çıxır deməkdir. Yəni, müəssisənin anbarına məhsullar, mallar daxil olduqda onlara istehsala buraxılması FIFO və LIFO metodları ilə həyata keçirilir. Materialların qiymətləndirilməsinin FIFO və LIFO üsullarının iqtisadi mahiyyəti istehsal müəssisələrində eyni çeşiddən olan materialların müxtəlif qiymətlərlə daxil olması şəraitində istehsalata buraxılan materialların konkret qiymətinin necə müəyyən olması ilə bağlıdır. Belə ki, FIFO üsulu seçildikdə istehsalı ilk növbədə birinci material partiyasından
daxil olmuş material çeşidləri buraxılır. Həmin partiyadan olan materialları qurtardıqdan sonra ikinci material partiyasına daxil olmuş materiallar çeşidləri daxil olur. Sonra üçüncü material partiyasından daxil olmuş material çeşidləri istehsala buraxılır və materialların istehsala buraxılması bu ardıcıllıqla davam edir. Lifa üsulu seçildikdə isə əksinə, istehsala ilk növbədə sonuncu material partiyasından daxil olmuş material çeşidləri buraxılır. Həmin partiyadan olan materiallar qurtardıqdan sonra sonuncudan əvvəlki material partiyasından daxil olmuş material çeşidləri, daha sonra isə ondan əvvəlki material partiyasından daxil olmuş material çeşidləri istehsala buraxılır və materialların istehsala buraxılması bu qayda ilə davam edir. İstehsala buraxılan materialların qiymətləndirilməsinin hansı üsulun seçilməsində müəssisə müstəqildir. Lakin seçilmiş üsul müəssisənin uçot siyasətində qeyd edilməlidir və o il ərzində dəyişdirilə bilməz. Uçot siyasətində göstərilmiş qiymətləndirilmə üsulu yalnız ilin sonunda növbəti il üçün dəyişə bilər. Bu halda müəssisənin maliyyə hesabatına dair izahatda əsaslandırılmış açıqlama verilməli və dəyişikliklərin əsas səbəbləri göstərilməlidir. Material ehtiyatlarının uçotu və auditi problemləri. Materialların müəssisəyə daxil olması və istehsala buraxılması əməliyyatlarının sənədləşdirilməsindən danışarkən qeyd etməliyik ki, materialların müəssisəyə daxil olması əməliyyatları malsatan müəssisənin yazmış olduğu hesab fakturada əks olunur. Hesab fakturaya daxil olan materialların spesifikası, dəmir yolunun qaiməsi, avtomobil daşımaları zamanı mal nəqliyyat qaimələri və digər bu kimi sənədlər əlavə edilir. Müəssisəyə daxil olan materiallar, onların saxlanılmasına cavabdeh olan maddi məsul şəxslər tərəfindən sayılır, ölçülür, çəkilir və qəbul edilir. Materiallar qəbul edildikdən sonra onları qəbul edən maddi məsul şəxslər tərəfindən mədaxil qaimələri, qəbul aktları və digər bu kimi sənədlər tərtib edilir. Materialların daxil olmasına əks etdirən hesab fakturada və mədaxil sənədlərində materialların adı, ölçü vahidi, miqdarı, qiyməti və məbləği düzgün əks etdirilməlidir. Materialların müəssisəyə daxil olması və istehsalata buraxılması əməliyyatlarının sintetik uçotu 201 nömrəli material ehtiyatları sintetik hesabında aparılır. Müəssisəyə məxsus olan material ehtiyatlarının, yəni xammalı materialların, yanacağın, ehtiyat hissələrinin, onlara aid olan taraların və digər qiymətlilərin sintetik uçotu bu hesabda aparılır. Bu hesab aktiv hesab olub, materialların müəssisəyə daxil olması onun debitində, istehsalata buraxılması, satışı və digər məxarici isə kreditində öz əksini tapır. Materialların malsatan müəssisədən daxil olması və eyni zamanda ambara mədaxil edilməsi əməliyyatları 201 nömrəli material ehtiyatları hesabının debitində və 531 nömrəli malsatan və kvadratçılarla qısa müddətli kreditor borcları hesabının kreditində əks etdirilir. Təhtəl-hesab şəxslərlə vasitəsilə alınmış materialların ambara mədaxil edilməsi əməliyyatları 201 nömrəli material ehtiyatları hesabının debitində və 244 nömrəli təhtəl-hesab məbləğlər hesabının kreditində əks olunmaqla müxabirləşmə aparılır. Materialların istehsalda buraxılması və sərf edilməsi əməliyyatları 202 nömrəli istehsalat məsrəfləri hesabının debitində və 201 nömrəli material ehtiyatları hesabının kreditində əks etdirilir. Materialların müəssisənin daxilində bir maddi məsul şəxsdən digərinə buraxılması əməliyyatları isə 201 nömrəli material hesabının həm debitində, həm də kreditinə yazılış verməklə müxabirləşmə aparılır. Material ehtiyatlarının satışı əməliyyatlarının uçotu isə material qiymətlərinin satış əməliyyatları 611 nömrəli sair əməliyyat gəlirləri hesabında əks etdirilir. Bu hesabın debitində materialların uçot qiymətləri ilə hesablanan balans dəyəri, yəni maya dəyəri ilə məbləği, kreditində isə satış qiymətləri ilə əks etdirilir. Deməli, hesabın debitində maya dəyəri, istehsal olunmuş məhsul
neçəyə başa gəlibsə həmin dəyər yazılır. Kreditində isə həmin məhsul neçəyə satılıbsa o göstərilir. Satılmış materialların uçot qiymətləri ilə hesablanan balans dəyəri, yəni maya dəyəri məbləği 611 nömrəli satış əməliyyat hesabının gəlirləri hesabının debiti və 201 nömrəli material ehtiyatları hesabının kreditində əks olunur. Satışdan daxil olacaq məbləğ, yəni satılmış materialların satış qiymətləri ilə məbləği tərtib olunmuş hesab faktura üzrə 211 nömrəli alıcı və sifarişçilərin qısa müddətli debitor borcları hesabının debitində və 611 nömrəli sair əməliyyat gəlirləri hesabının isə kreditində yazılır. Satılmış materialların satış qiyməti ilə məbləği balans maya dəyəri ilə məbləğindən çox olduqda əsasən belə olur. Satış nəticəsində mənfəət, əks halda isə zərər alınır. Yəni maya dəyəri satış qiymətindən çoxdursa, bu zaman zərərdir. Əksinə isə satış qiyməti maya dəyərindən üstün olduqda adətən belə olur. Bu zaman müəssisə gəlir əldə edir. Material qiymətlərinin satış əməliyyatları mənfəətlə başa çatdıqda alınmış mənfəətin məbləği 611 nömrəli sair əməliyyat gəlirləri hesabının debitinə yazılır və 801 nömrəli ümumi mənfəət və zərərlər hesabının kreditinə yazılmaqla müxabirləşmə aparılır. Əgər materialların satışı nəticəsində zərər alınıbsa, onun məbləği 801 nömrəli ümumi mənfəət və zərər hesabının debitində, 611 nömrəli sair əməliyyat gəlirləri hesabının isə kreditində yazılır. Və bu zaman biz əvvəlki dərslərimizdə də qeyd etmişdik ki, 801 nömrəli, 611 nömrəli hesablar aktiv-passiv hesablardır. Onların debit və kredit qalıqları ola bilir. Bildiyimiz kimi aktiv hesabların yalnız debit qalıqları olur, passiv hesabların isə yalnız kredit qalıqları olur. Burada isə satışdan gəlirin və yaxud zərərin əldə olunması nəticəsində bu qeyd edilən hesabların həm debit, həm də kredit qalıqları ola bildiyi üçün bu hesablar aktiv-passiv hesablardır. Satılmış materiallara görə alıcı müəssisədən pul vəsaiti daxil olduqda onun məbləği pul vəsaitinin uçota alındığı hesabların, məsələn, pul vəsaiti əgər bankda hesablaşma hesabı varsa, bu zaman 223 nömrəli bank hesablaşma hesabının debitində və 211 nömrəli alıcı və sifarişçilərin qısa müddətli debitor borcları hesabının kreditinə yazılır. Ehtiyatların inventarizasiyası və onun nəticələrinin uçotu problemləri. Mühasibat uçotu haqqında Azərbaycan Respublikası qanunun tələblərinə görə müəssisədə mövcud olan material ehtiyatlarının vaxtaşırı inventarizasiyası aparılmalıdır. Müəssisələr mal material qiymətlərinin inventarizasiyasını hər ilin sonuna yaxın, illik mühasibat hesabatı tərtib etməzdən əvvəl, lakin oktyabr ayının 1-dən tez olmayaraq aparmağı borcludular. Bununla yanaşı, müəssisədə mal material qiymətlərinin saxlanılmasına cavabdeh olan maddi məsul şəxslər dəyişilən zaman, eləcə də müəssisənin əmlaki icarəyə verilən, satılan zaman, habelə dövlət müəssisəsi səhmdar cəmiyyətinə və ya yoldaşlıq cəmiyyətinə çevrilən zaman və digər bu kimi hallarda mal material qiymətlərinin inventarizasiyası təşkil edilir. İnventarizasiyasının əsas məqsədi istehsalat ehtiyatlarının dəyər ifadəsində və naturada faktiki mövcudluğunu və onların uçot məlumatlarına uyğun olub-olmamasını bu sahədə əsliklik və artıqlığı aşkar etməkdən ibarətdir. İnventarizasiya zamanı qiymətlərin mühafizəsi, onların düzgün saxlanılması, buraxılışı, çəki və ölçü alətlərinin vəziyyəti, uçotun aparılması və bu kimi digər məsələlər də yoxlanılmalıdır. Material ehtiyatlarının inventarizasiyası nəticəsində aşkar edilmiş əksikliklərin uçot qiymətləri ilə məbləği 245 nömrəli dəyərlərin əskik gəlməsi və xarab olmasından itkilər subhesabının debitinə və 201 nömrəli material ehtiyatları hesabının kreditinə yazılır. Əksik gəlmənin səbəbləri araşdırıldıqdan sonra təqsirkar şəxslər müəyyən edildiyi halda onların üzərinə yazılmış əskiklik məbləği 213 nömrəli əsas idarə etmə heyətinin qısa müddətli debitor borcları hesabının debitində və 245 nömrəli hesabın birinci subhesabı olan dəyərlərin əksik gəlməsi və xarab olmasından itkilər subhesabının kreditinə yazılır.
Materialların qəsdən və yaxud səhlənkarlıq nəticəsində xarab edildiyi hallarda da eyni müxabirləşmələr tərtib edilir. Aşkar edilmiş əksik gəlmə və xarab olma məsələlərinin araşdırılması nəticəsində təqsirkar şəxsləri müəyyən etmək mümkün olmadığı hallarda və yaxud həmin məbləğlərin təqsirkar şəxslərdən tutulmasına dair məhkəmə qərar verdikdə, eləcə də əskiklik və xarab olma məbləği təbii itki normalarından az olduqda, həmin məbləğ müəssisənin istehsalat və ya tədavül xərcləri hesabına silinir. Ehtiyatların uçotunu və auditin təkmilləşdirilməsi istiqamətlərindən danışılanda qeyd edə bilərik ki, ehtiyatların uçotu və auditin təkmilləşdirilməsi istiqamətləri müasir müəssisələrin maliyyə nəzarəti və effektiv idarə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə təkmilləşdirmə ehtiyacları əsasən şəffaflığın artırılması, xətaların və saxtakarlıqların qarşısının alınması, məlumatların dəqiqliyinin və vaxtında təqdim edilməsinin təmin edilməsi kimi məsələləri əhatə edir. Aşağıda ehtiyatların uçotu və auditin təkmilləşdirilməsi istiqamətlərinə dair aşağıdakı təklifləri verə bilərik. Yəni, müasir uçot sistemlərinin tətbiq edilməsi, sistemlərin tətbiqi ilə ehtiyatların real vaxtda izlənilməsi, avtomatlaşdırılmış uçot proqramları ilə insan səhvlərinin və məlumat gecikmələrinin azaldılması. Daxili nəzarət mexanizmlərinin gücləndirilməsi, anbarlara daxil olma və çıxışa nəzarətin gücləndirilməsi, müəyyən dövrdə inventarizasiyaların keçirilməsi, iki qat yoxlama və ayrılmış məsuliyyət prinsiplərinin tətbiqi. Üçüncüsü isə mühasibə uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması və digər müvafiq standartlara əsaslanan ehtiyatların qiymətləndirilməsi üsullarının tətbiqi. Qiymətdən düşmüş və ya artıq olan ehtiyatların vaxtında silinməsi və yenidən qiymətləndirilməsi. Dördüncüsü, auditor yoxlamaların keyfiyyətinin artırılması, daxili və xarici auditin bir-birini tamamlayan şəkildə təşkili, risk əsaslı audit yanaşmasının tətbiqi, auditor sübutlarının toplanmasında müasir texnologiyadan, yəni data analitikasından, rəqəmsal izlərdən istifadə edilməsi, bundan başqa məlumatların dəqiqliyinin və şəffaflığının artırılması, ehtiyatların müntəzəm hesabatlar vasitəsilə monitorinqin həyata keçirilməsi, elektron sənəd dövriyyəsi və rəqəmsal arxiv sistemlərinin tətbiq edilməsi, maliyyə hesabatlarında açıq və aydın ehtiyat məlumatlarının təqdim olunması. Bundan başqa qeyd edə bilərik ki, insan resurslarının təkmilləşdirilməsi ilə uçot və audit sahəsində çalışan mütəxəssislərin davamlı təhsilinin alınması və sertifikatlaşdırılmanın aparılması, yeni texnologiyaların və standartların öyrənilməsi üçün təlimlər təşkil olunmalıdır, seminar təşkil olunmalıdır və bu sahədə işləyən mütəxəssislər həmin sahədə öz ixtisaslarını artırmalıdırlar. Bundan başqa 7-ci təklifimiz isə risklərin idarə edilməsi. Yəni ehtiyatların itkisi, uğurlanması və köhnəlməsi kimi risklərin qiymətləndirilməsidir. Bu risklərə qarşı sığorta, təhlükəsizlik sistemləri, ehtiyat planlarının hazırlanması müəssisədə mövcud olan əmlakın qorunmasına və düzgün idarə olunması üçün müsbət zəmin yarada bilər. Diqqətinizə görə təşəkkür edirəm.